Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində seçilmiş 4 aylıq ev dustaqlığı qəti imkan tədbirinin müddəti fevralın 14-də başa çatır. Məlumata görə iri həcmli cinayət işi üzrə ibtidai istintaq tədbirlərinin tamamlanması üçün əlavə vaxta ehtiyac yarandığından Dövlət Təhlükəsizliyi Xidmətinin qəti imkan tədbirinin uzadılması ilə bağlı yaxın günlərdə məhkəməyə müraciət edəcəyi gözlənilir. Qanunvericiliyə əsasən xüsusilə ağır cinayətlər üzrə ibtidai istintaq müddəti maksimum 19 ay təşkil edir. Yeni təqdimata Səbail rayon məhkəməsində baxılması nəzərdə tutulur. Qeyd edək ki, Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə əldə edilmiş əmlakın legallaşdırılmasında ittiham olunur. Ötən ilin 14 oktyabrında onun barəsində 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilib. Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Çoxsaylı şahidlərin dindirildiyi bildirilir.